TikTokda o qədər biabır ki, idmançı vardır. Girirsən kommentariya var. İnşallah səni UFC-də görərik. İnşallah səni Bir qələbəyə 37 məğlubiyyət var. qurban olum. Onu sən maksimum KFC-də görə bilərsən. Bir dənə şey yemək. Söhbət rekorddan getmir ha, yəni. Twister yan yerdə. İnsan kimi də insandır. Yəni ki, TikTokda 99.9% idmançı siz görürsünüzsə, onlar heç biri güclü idmançı deyil. Və onlar heç vaxt olmayacaqlar UFC-də. Heç vaxt. Çünki UFC-də yox, adi döyüş keçirirlər. Oktagonda belə. Heç, oktagonda adi bir dənə Qazaxı, McDonald's-da işləyən Qazaxı uda bilməzlər də. Yəni ki, ona görə bunun hamısını başını buraxın. Normal idmançılar axtarın, tapın. Əl-ələ verib, ortalığa bir şey çıxar. Və onları reklam eləyin. Bəs bu yalançı idmançıları reklam elədiniz, qırma onlara. Bu mövzu bizim yaralı yerimizdir. İlk danışan da Cavad bəy deyil. Amma belə bir şey var ki, o TikTokda paylaşır dediyimiz idmançılar